Və keçid eləyək Ahmet, oyunla bağlı Qarabağ deyəsən çempionata qayıtdı. Araz Naxçıvan üzərində 6-0 hesablı bir darmadağın qeydə alındı. Düzdür, burada Araz Naxçıvan hazırki durumu da rol oynadı, amma istənilən halda 6-0'lıq qələbə həm də sabaha ötürülən bir mesaj ola bilərmi? Biz hələ mübarizə davam eləyir. Hələ bu xəmir çox su aparacaq. Yox, əlbəttə mübarizə davam eləyir. Mübarizə əslində o çox belə bilsən, əgər bu il Qarabağ çempion olsa, xanoğlan, inandırım sən ki, bunun bir dənə səbəbi olacaq. O da ötən tur Sabah üzərindəki HTC bir xal. Yəni o futbolçuların o 3-0-dan 15 dəqiqədə 3-3 və hətta belə bilək də qələbə də qazana bilərdilər. Yəni o psixologiya çox başqa bir psixologiyadır. Yəni inandırım sən ki, əgər Qarabağ çempion olsa, bir nömrəli səbəbi olacaq. Məncə Sabah da çempionluğu itirsə, hələ Sabah üçün də bir nömrəli səbəbi olacaq. Çox yandırıb yaxacaq həmin oyundakı o bərabərlik. Çünki belə deyək də, o qırılma anı ki var, sözün həqiqi mənasında əsl qırılma anı idi o, hər iki komanda üçün. Amma qırılma, o hansı ki o cambaz olur, bizim uşaqlığımızda olurdu, ipin üstündə gəlir o ən önəmli olan nöqtədə düşür ha. Bax orada Qarabağ düşürdü, özünü bir təhər ipə tutub saxlaya bildi. Düşsəydi, demək olar ki, artıq bir də təzədən onu doğrultması üçün müəyyən vaxt lazım olurdu. O da növbəti mövsüm idi. Amma bu mövsüm Qarabağ ipin üstündə qala bildi və psixoloji təzyiq çox belə inanılmazdı hal-hazırda hər iki komandanın üstündə. Yəni çox bəlkə də son 10 ilin ən maraqlı finalı olacaq Azərbaycan çempionatında. Ahmet, Sabahda eniş var son dönəmlər. Qəbələ ilə bir çətin mən deməzdim eniş var. Sadəcə biz rahat qələbələri görmürük. Çünki artıq xanımlar çempionatın final mərhələsinə qədəm qoymuşuq. Hal-hazırda yarım xal üçündə inanılmaz mübarizə gedir. Artıq itiriləcək hər bir xal Avrokubok üçün, çempionatdan düşmək üçün, çempionluq üçün sənə deyim ki, nəinki xal, hansı bir 5 metr sprint belə bu dəqiqə çox önəmli bir məsələdir.